Salamlar hər kəsə, kanalımıza və videomuza xoş gəldiniz. Bugün sizlərlə sizin üçün çox faydalı bir video ilə qarşınızdayam. Hansı ki, hal-hazırda əksər tələbələrin, özü müraciət etmək istəyən tələbələrin ən çox çətinlik çəkdiyi məqamlardan biri də universitetlərə necə müraciət edəcəyik. Bu barədə sizinlə bu videoda danışacağam. İlk növbədə müraciət etmək istəyən tələbə hansı ölkəyə və hansı ixtisasa müraciət etmək istədiyini mütləq şəkildə bilməlidir. Birinci olaraq müraciət etmək istəyən tələbə ilk növbədə ölkəni düzgün seçməlidir. Bu zaman orada yaşayış xərclərini, ümumi yaşayış imkanlarını və s. nəzərə almağınız tövsiyə olunur. İkinci olaraq da onu qeyd edim ki, həmin ölkədə sizə uyğun proqramlar varmı və s. bu kimi şeyləri də nəzərinizdə olsun. Məsələn, Litvada yerləşən ən tanınmış universitetlərdən biri olan Vilnius Universiteti haqqında necə müraciət edilir, bu barədə danışacağam. Gəlin keçək Vilnius Universitetinin saytına. Onu da qeyd edim ki, hal-hazırda müraciət prosesindəsinizsə və yaxud müraciət etmək istəyirsinizsə, Google-da hər bir universitetin adını yazaraq axtarış edib, bu universitet barədə məlumatlı olmağınız tövsiyə olunur. Belə deyim, Vilnius Universitetinə biz bu keç etdiyimiz zaman burada görürsünüz ki, universitetin tarixi barədə falan bunlar heç. Burada məsələn Find a Program var. Daxil olduğunuz zaman sizdə buradan magistr, bakalavr yoxsa doktorantura təhsil pilləsi üzrə maraqlandığınız soruşur. Məsələn, magistr təhsil pilləsini götürək. Magistr təhsil pilləsini götürdüyünüz zaman sizin qarşınıza belə bir səhifə açılır və səhifədə magistrda, yəni Vilnius Universitetində olan magistr proqramları, fakültələri və həmin fakültədə olan ixtisaslar barədə belə bir səhifə açılır. Siz sizə uyğun olan, sizin backgroundunuza uyğun olan ixtisasları seçirsiniz. Ondan əlavə olaraq da əgər siz hal-hazırda universiteti tam dəqiq seçmişsə və müraciət prosesindəsinizsə, sizə necə müraciət olunur sualının cavabı maraqlıdır. Bu zaman hər bir universiteti seçdiniz, tutaq ki, ixtisaslı seçdiniz və necə müraciət edəcəksiniz, bunu bilmək istəyirsiniz. Bu zaman hər bir universitetin daxili qeydiyyatı var. Buradan daxili qeydiyyatdan mütləq şəkildə keçməlisiniz. Məsələn, Apply Now-a basırıq. Səhifə açıldığı zaman burada Sign In var. Bura daxil oluruq və universitetdən qeydiyyatdan keçirik. Mən çox vaxt itirməyəcəm. Burada sadəcə Google üzərindən keçid edəcəm. Amma siz hal-hazırda aktiv e-mailinizi burada qeyd edin və qəbulunuz gəldiyi təqdirdə isə inşallah o e-maila mesaj gələcək. Bu çox vacibdir. Ona görə vaxt itirmədən tez mən Google hesabı ilə keçirəm. Proqramlar var. Yenə də bayaq göstərdiyim kimi burada Find Programs hissəsindən sizə uyğun olan, məsələn siz postgraduate ikən magistr pilləsi üzrə müraciət edirsiniz və ingilis dilli təhsil istəyirsiniz. Bu zaman proqramları sizin qarşınıza çıxarır. Hansı proqramlar var? Burada proqramların ixtisasının adı, magistr pilləsi olduğu, tədris ingilisində olduğu və illikləri. Daha çox məlumat üçün isə bura daxil olursunuz. Məsələn, burada hansı ixtisasları varsa bu kimi şeylərə müraciət edə bilirsiniz. Məsələn, burada Data Science ixtisasına 1.5 ildir, ingilis dilindədir, tədris və Litvada yerləşir. Məsələn, bura daxil oluruq və müraciət etmək istəyirik. Səhifə açıldığı zaman sizin qarşınıza belə bir şey çıxır. Bu zaman siz müraciət etmək istədiyiniz sahə burada çıxır və yenə də bayaq qeyd etdiyim kimi həmin şərtləri də burada qeyd eləyir. Məsələn, Litvada təhsil, tədris ingilis dilində, fakültəniz bu olacaq, təhsil pilləniz budur, full time'dir və deadline 1 maya qədərdir. Sonraki prosesdə sizin profilinizdir. Yəni siz burşunuza belə bir şeylər çıxır. Bu zaman siz sizin adınızı, soyadınızı, cinsiyyətinizi, vətəndaşlığınızı və pasportun numberını və verilmə və bitmə tarixini burada qeyd edirsiniz. Doğum tarixinizi və sizin burada da qeyd olunub 3-ün 5-ə, 4-ün 5-ə bir ədəd şəklinizi mütləq şəkildə yerləşdirməlisiniz. Ondan əlavə olaraq da kontakt hissəsinə gəldiyiniz zaman burada e-mail adresinizi dəyişmək də mümkündür. Burada sizin hal-hazırda aktiv olan əlaqə nömrənizi qeyd edirsiniz, Skype adresinizi qeyd edirsiniz və
hal-hazırda faktiki yaşayış ünvanını, hansı şəhərdə yerləşir, postal kodunu və hansı ölkədir bunu qeyd edirsiniz. Növbəti proses isə education hissəsidir. Education hissəsində sizin hal-hazırda hansı təhsil pilləsindəsiniz, bunu qeyd edirsiniz. Məsələn, siz magistr təhsil pilləsinə müraciət edirsinizsə, burada bakalavr pilləsini seçməlisiniz. Universitetinizin official adını yazmalısınız, proqramınızın adını və dərəcənizi, burada diplomunuzun belə deyim almamısınızsa əgər sonra da yaza bilərsiniz. Burada diplomunuzun verilmə tarixi falan bu kimi şeylərdə 4-cü kursda hal-hazırda yazmağa ehtiyac yoxdur. Nə vaxt başlamısınız, nə vaxt bitirəcəksiniz, ümumi proqram neçə illikdir bu barədə qeyd edirsiniz və hansı tədris diliniz hansı dildədir, bunu da qeyd edirsiniz. İkinci hissə gəlir, sizdə language hissəsi. Sizin native language-niz nədir, onu qeyd edirsiniz. Sonra sizdə əlavə dil bilikləriniz varsa, əgər insert new language-dən yaza bilərsiniz. Sonra sizdə iş təcrübəsi haqqında, əgər sizdə iş təcrübəniz varsa, burada insert new bloka basaraq yaza bilərsiniz. Məsələn, hansı şirkətdə işləmisiniz, hansı sektordur, positionınız nədir, nə vaxtdan nə vaxta qədər işləmisiniz, bunları da qeyd edirsiniz. Sonra gəlir activities. Burada sizin sosial aktivliyinizi əgər varsa, bura qeyd edə bilərsiniz. Hansısa orqanizasiyada könüllülük təcrübəniz olubsa, bunları qeyd edə bilərsiniz. Növbəti addım isə referans addımıdır. Sizə referansı kimlər verə bilər? Sizin universitetdə professorlarınız və yaxud burada da qeyd edildiyi kimi kolleqalarınız, yəni hal-hazırda işləyirsə kolleqalarınız və yaxud sizdən bir üst olan menecerləriniz və yaxud direktorlarınız iş yerində verə bilər və yaxud bayaq da qeyd etdiyim kimi professorlardan ala bilərsiniz. Ən azı 2 dənə referans məktubu nəzərdə tutulur. Ondan əlavə olaraq da gəldiyi ən əsas məqamlardan biri olan motivasiya məktubuna. Motivasiya məktubunda burada qeyd edib ki, ən azı 1200 söz yazmalısınız. Motivasiya məktubunda nələrdən danışmalısınız? Burada da qeyd olunub ki, niyə bu proqramı seçmisiniz? Bu proqramdan gözləntiniz nədir? Nəyə görə sizin backgroundunuz bu proqrama uyğundurmu? Bu kimi sual verib və bu proqram sizin gələcək məqsədlərinizə kömək edəcəkmi? Belə suallar verib. Yəni bu sualları bu motivasiya məktubunun içərisində ətraflı qeyd etməlisiniz. Sonra gəlir dokument hissəsinə. Dokument hissəsində siz sizin hər hansısa bir sertifikatınız və s. belə deyim, əlavə qeyd etmək istədiyiniz nəticələriniz və s. varsa, bura yükləyə bilərsiniz. Ondan əlavə olaraq da burada sizin medical infolarınız, əlbəttə. Sonra gəlir checklist. Əgər sizdə hər hansısa bir boşluq qoymusunuzsa bu sadaladıqlarımın içərisindən, bu zaman sizdə burada belə bir error verir. Yəni təsdiqləmək olmur. Əgər hər hansısa bir xarici təhsillə bağlı suallarınız varsa, bizə Instagram üzərindən yaza bilərsiniz. Biz sizin suallarınıza cavab verməyə hazırıq. Ümid edirəm ki, bu video sizin üçün çox faydalı oldu. Yaxın zamanlarda inşallah təqaüd prosesinə də necə müraciət olunur və s. bu haqda da yeni bir video çəkəcəm. Əgər bu video sizin üçün faydalı oldusa, kanalımıza abunə olub videonu bəyənməyi unutmayın. Növbəti videolarda görüşənədək.